Əgər minik büdrəyərsə, alətin gözü kör, ölçünün sözü yalan olar. Salam aleykum dəyərli həmkarlar, Geodezi Sadə İzahla kanalında xoş gördük. Bu bizim artıq Geodezi haqqında ikinci videomuzdur. Biz adətən Geodezi dedikdə ağlımıza ilk növbədə yüksək dəqiqlikli taxiometrlər, müasir genesis qəbul ediciləri, skanerlər və digər ölçmə cihazları gəlir. Amma çox vaxt unuduruq ki, sahədə millimetrlik dəqiqliyi təmin edən, o bahalı cihazları çiynində daşıyan gizli bir qəhrəman var. Bəli, Geodezi ştativləri. Bugünkü videoda Geodezi ştativlərinin növlərindən, bir-birini fərqləndirən cəhətlərindən və işimizin keyfiyyətinə birbaşa təsir edən vacib məqamlarından danışacağıq. Geodezi ştativləri, yəni üç ayaqlar, sahədə istifadə etdiyimiz alətlərin sanki bir miniyidir. Əgər minik büdrəyərsə, alətin gözü kör, ölçünün sözü yalan olar. Yəni cihaz nə qədər mükəmməl olursa olsun, onu saxlayan ştativ stabil deyilsə, düzgün qurulmayıbsa və ya səhv seçilibsə, alınan nəticənin dəqiqliyi şübhə altına düşər. Bugün biz ştativlərə sadəcə üç ayaq kimi baxmayacağıq. Onların başından tutmuş, yerə batırılan iynəsinə qədər hər bir detalın mikroskop altına qoyacağıq. Gəlin ştativin anatomiyasını birlikdə öyrənək. Ağır taxta ştativlər, klassik və etibarlı. Geodezidə illərdir özünü sübut etmiş ayaqdır. Xüsusilə də dəqiq ölçmələr üçün əvəzedilməz olan materialdır. Burada söhbət adi taxtadan yox, xüsusi emal olunmuş, nəmə davamlı, örtü ilə bürünmüş ağır ağac materialından gedir. Başlıq hissəsi çox vaxt ağır metal xəritədən, yaxud qalın alüminiumdan hazırlanır və diametri daha geniş olur. Bağlama mexanizmi adətən ağır metaldan, lakin bizim durumumuzda indi plasmasdandır və bəzən də bürüncdən də hazırlanır. Aləti sıxarkən yevin qırılma riski yoxdur. Vintin aşağı tutacağı, yəni fırlatdığımız yer böyük olur ki, soyuq havada əlcəklə belə rahatca sıxıb boşaltmaq mümkün olsun. Ayaq strukturu içi dolu taxta çubuqdan ibarətdir. Kilit sistemi demək olar ki, həmişə vintli sistemdir. Ayağı yan tərəfdən bərk çıxır. Bəzən bahalı modellərdə həm üstdən sıxac, həm də kənardan vintli olur. Pedalı və iynə gövdəsi çox dözümlüdür. Bir mühəndis bütün ağırlığı ilə dabanlığa basanda o iynə bərk quruntu, hətta asfaltdakı çatları deşib keçir və yerə daş kimi oturur. Deməli, bu ayağın da müsbət və mənfi tərəfləri vardır. Termal sabitliyi əladır, temperatur dəyişmələrindən təsirlənmir. Ən böyük üstünlüyü vibrasiyanı udmaq qabiliyyətindədir. Yaxınlıqdan ağır yük maşını keçəndə taxta o vibrasiyanı söndürür və cihazın nizamı demək olar ki, pozulmur. Ağır olduğu üçün küləkli havalarda mükəmməl sabitliyi nümayiş etdirir. Mənfi tərəfi ağırdır. Sahədə uzun məsafələrə piyada daşımaq fiziki güc tələb edir. Baxımsız qaldıqda isə boyası və qorucu qatı zədələnir və nəmi hopdurub deformasiyaya uğraya bilər. Fiberglass şüşə lifli ştativlər. Fiberglass və ya kompozit materialdan hazırlanan bu ştativlər alüminium yüngüllüyü ilə taxtanın dözümlüyünü bir araya gətirmək üçün düzəldilmiş müasir mühəndislik məhsuldur. Başlıq hissəsi xüsusi korroziyaya davamlı tökmə alüminiumdan hazırlanır. Cihazın sürüşməməsi üçün üzərində xüsusi tekstura tətbiq edilir. Bağlama vinti adətən plasmasdan hazırlanır. Yağışda, palçıqda qaldıqda yivlərin korroziyaya uğraması və ya sıxılıb qalması, ilişməsi problemi yaşanmır. Ayaq strukturu şüşə lifli fiberglass borulardır. İçi boşdur, baxmayaraq materialın özü çox sərt olduğu üçün əyilməyə və burulmaya qarşı alüminiumdan qat-qat dözümlüdür. Alüminium ayağa nisbətdə günəş altında qaldıqda qızmır. Kilit sistemi həm klipsal, həm də ki vintlidir. Çox uzun ömürlüdür. Pedal və iynə polad və kompozit birləşməsindən hazırlanmışdır. Gördüyünüz kimi iynə ucları vintlidir. Bu o deməkdir ki, dəyişdirilə biləndir. Korroziyaya uğramadığı üçün palçıqlı və sulu mühitlərdən sonra paslanıb çürümür.
Müsbət tərəfləri: ətraf mühit şəraitinə, yağış, qar, rütubət, birbaşa günəş işığına qarşı tamamilə laqeyddir. Çürümür, paslanmır, parçalanmır. Temperatur dəyişdiyinə qarşı dözümlüdür. Çox möhkəmdir və uzunömürlüdür. Mənfi tərəfləri: taxta qədər olmasa da alüminiumdan ağırdır. Vibrasiyanı udma qabiliyyəti taxtadan bir qədər zəifdir. Ən böyük mənfi tərəfi isə qiymətinin biraz yüksək olmasıdır. Alüminium ştativlər: yüngül və çevik. Alüminium ştativlər əsasən gündəlik, tez-tez yer dəyişdirilməsi tələb olunan və çox dəqiqlik tələb etməyən işlər üçün nəzərdə tutulur. Başlıq hissəsi adətən yüngül, tökmə alüminiumdan ibarətdir. Bağlama vinti, ştativin ortasından keçən bağlama vinti, aləti ştativə bağlamaq üçün nəzərdə tutulmuşdur. Bu vintin ortasından isə optik şaqul sallamaq üçün belə bir dəmir mövcuddur. Ayaq strukturu: içi boş, profil alüminium borulardan ibarətdir. İçi boş olduğu üçün küləkli havada yelkən effekti əmələ gətirir və titrəyir. Kilit sistemi: əsasən sıxma klip sistemi olur. Tez açılıb bağlanır, plastik qolları soyuqda sına bilər və arasına qum dənələri daxil olanda tam qapanmır. Aşağı hissədə pedalı və iynə gövdəsi adətən alüminium tökmədən olur. İynə uzları bəzən tez korlanır və yumuşaq metaldan olduğu üçün tez-tez daşa betona vurduqda zaman keçdikcə əzilə bilər. Yumuşaq torpaqda pedal hissəsi kiçik olduğu üçün yerə dərindən batırmaq çətin olur. Müsbət tərəfləri: çox yüngüldür, daşınması rahatdır, suya, yağışa və nəmə qarşı tam davamlıdır, çürümür. Qiyməti digərlərinə nisbətən çox münasibdir. Mənfi tərəfləri: temperatur dəyişikliklərinə çox həssasdır. İsti və ya soyuq havada metal genəlir, yığılır. Vibrasiyanı, məsələn, yaxınlıqdan keçən ağır texnikanın vibrasiyasını udmur, birbaşa cihaza ötürür. Bu da mikron səviyyəsində də olsa alətin hündürlüyünə və tarazlığına təsir edə bilir. İndi isə gəlin hər üç ayaq arasında ən yaxşısını seçək. Hansı ən yaxşıdır? Fikrimcə ən yaxşı ştativ anlayışı birbaşa icra olunan işin növündən asılıdır. Əgər yüksək dəqiqlikli inşaat və mühəndislik işləri üçün ən yaxşısını axtarırsınızsa, ağır taxta ştativlər. Əgər sahədə millimetrlik dəqiqliklə beton bünövrə, metal konstruksiya quraşdırılırsınızsa, yüksək saniyəlik taxiyometrlə işləyirsinizsə və yaxınlıqda ağır texnikaların hərəkət edirsə, birmənalı olaraq ağır taxta ştativ seçilməlidir. Onun vibrasiyanı udması və temperaturundan təsirlənməməsi ölçmələrimizin etibarlılığına zəmanət verir. Əgər uzun ömürlü və çətin hava şəraiti üçün ən yaxşısını axtarırsınızsa, yəni fibroglas ştativlər. Əgər siz daim olaraq rütubətli, bataqlıq, həddindən artıq yağışlı və ya kimyəvi təsirləri açıq olan mühitlərdə, məsələn, tunel tikintisi, mədənlər, dəniz kənarı obyektlər, həmin yerlərdə işləyirsinizsə, fibro ştativlər ən yaxşı investisiyadır. Ömürlü istifadə edə biləcəyiniz bir materialdır. Sürətli GNSS ölçmələri və gündəlik işlər üçün ən yaxşısı alüminium ştativlərdir. Alüminium ştativlər statik və ya RTK ölçmələrində GNSS bazasını qurmaq üçün əladır. Sadə tikinti nivelləri üçün ağır taxta ştativlər daşımağa dəyməz. Bu zaman alüminium ştativlər seçməklə həm cibinizə qənaət etmiş olursunuz, həm də ştativi daşıyan köməkçi çiyninə düşən ağır yükdən azad olur. Yekun olaraq demək istəyirəm ki, yaxşı geodeziya mühəndisi alətinə verdiyi dəyəri onun saxlayan ştativə də verməlidir. Bugünlük məndən bu qədər. Paylaşmağı və abunə olmağı unutmayın. Növbəti videolarda gözləyin. Sağ olun, salamat qalın, həmişə dəqiq ölçün.